Hello kızlar. Salam mənim əziz xalqım. Canın salamlayır. Çox fəlakətlərdən sonra çəkilişə başladıq. Evet. İşığımız getdi. Yox, işığımız şey oldu, qırıldı. Çəkiliş işığımız qırıldı. Hayatım biz bura Diyan denen. doğala çıkmışıq bir hayatta bir video çəkirik. Ne işi kırıldı? Öyle şey mi olar? Təbii çəkiliş sizlər üçün. Bunu danışdığımı bir an başa düşmüşsünüz. Öyle. Uşaqlar, mən bu aralar depressiyondayım. 43 saniyə getdi. Tutarsın başlayacağız. Onlar rahat olmamış. Şimdi biber salatı yiyeceğiz. Uşaqlar fikirlərim, yaşadıqlarım çox ağırdı. Dayanın biberlerimiz. Biraz da xiyarımız var burada. Görürsünüz. Sonra etmeyiz. Dəqiqə. Qaynadılmış toyuq filesi. Mayonez. Qarət aldım da gətir. Belə göstərirəm ki, reklam olmasın marka. Spama gedərik. Bu da qarğat aldım. Qarğıdan. Ha, tuz istiyorsa da dayabilirsiniz de. Onu da mən öyrətsiz də öyrənmişsinizsə. Neyse uşaqlar. Gətir, doğrayır. Toyuq filəsindən başlayayım. Tam təbii organik həyat. Bax, seyzat da qoyum. Ondan da qatacağım uşaqlar. Doğrusu. Nə var həyətdə qatacağım. Qatışıq salat görüm. Yəqin gedər də səsimsə. Ümidim o yöndədir. Ha, necəsiniz? Siz qışqırım. Məncə qışqırma boş ver. Səsini körünə həyat. Əmini çağıracağım, arxa fonda da danışsın. Əsəbləşdirsən, açaracağım. Hə, nəysə, arada qalmışdım. Milçək falan görə bilərsiniz, hər şeyi görə bilərsiniz. Təbii həyatı. Quşdan. Hə, hər şey. Bax, quşların cik-cik səsləri. Sizə görə yay tətilimizi bölmüşük ki. Yay tətilimiz var idi. Neyse, boş verim var. Əsas o heç olmasa. Sizdə salat. Bizi yapmışız yay tətil. Biz biraz tez başladı o yay tətilimiz. Fevraldan başlamışıq. Amma bir Bu profesional doğranışdır. Eşidirsiniz. Baxın, bir dəqiqə göstərəcəm. O da kəsilmi. Leyli orada bir dənə biberlər kimi ayıqlayacaq. Əsla yeni ilə bir şey yoxdur. Sıxılmadınız inşallah. Bu dəfə söhbət edə bilmirik uşaqlar. Çünki itlə, pişiklə çöldə çəkiliş eləmək çox asan bir şey deyil. Bak. Sizin üçün özel olaraq Amerikadan hinduşki ərdəklər gətirdik. Niyə? Çünki Ördəklər Amerikadan gəlməyib uşaqlar. Ərəbistanın. Ərəbistandan gəlir. Ərəbistan ördəklərdir. Sırf çəkilişə gözəllik qatsınlar deyə. Yəni sırf sizlər üçün bir ədəd xiyar da doğrayıb əlavə elədik. Gördünüz. Əgər görmədiniz, təkrardan özü keçin, görün. Yapın. Sardırarsan Dəqiqə güclü pəhləvanınız açacaqsınız. Ağzımda qaldı ki, histeriyam qıracaq. Əlimdə qaldı. Güclü pəhləvanımız. Gör nə qədər gizliyəmsə qırdım. Neyse, bu şey olmaz. Əli kəsərsən çək şayına. Gecə güclü pəhləvanımız əlim kəsdi. Bunun göstər də yarısını 1000 qram gibi. Nə qədər də göstər. Yox deyə Qramın tapa başını Qramın üstünə bunu yapışdırıblar. Nəysə uşaqlar Əslində istədiyiniz qədər tökün. çox açıqlayıcı oldu. Çünki elə adamlar çox istəyirlər ki, elə sıvır heç xoşlamır. Yəni ondan asılıdır. Mən nə deyim mən sizə. Məsələn biz xoşlayırıq. Mayonez qatırdıq. Ayağım titrmişdi. Bizim günahımız deyil, milçək çöldü. Yəni Nə qədər qatdım bilmirəm. Qarışdıram məncə ondan sonra. Bir də duz qataq üstündən. Tuzlu şeydən qataq, bıçaqların birinin ucundan da. uşaqlar. Qaşıq gətirməyi unutmuşuq. Heç bir şey olmaz. Bəs yox, azdır bunu deyil. Bəsdir. Mən uşaqlar, mən bunu qarışdıram. Qarışdır.
Yıka da gətirməmişik, dadına baxırdıq. Bəlkə acıdır. İnanırsın nə qədər biber atmışıq o ilə yazı çıxır. Əlimdə hələ də acılıq qalıb, yəni o dərəcə. Yəni bizim biberlərimiz tam bu salatın biberi deyil. Onu da deyə qeyd edək altdan. Çünki o biberlərdən biz rayon axtardığa bilməmişik. Bolqar biberlərindən böyük olur, ondan tapa bilməmişik. Mən bunu da qeyd etmək istəyirəm. İşıq getdi. Təbii işıq. Günəş getdi. Amma salat qəşəngdir. Rəngini nə qədər görə bilsəz də, yəni görə bilməsəz daha da arxa kamerayla çəkək. Arxa kameranı çəkib sizə son olaraq şey deyə bilərəm. Nədir? Sunum eləyə bilərik. Sunum yapacağım sizə. Bir dakika. Deməli böyle güzel olmuş bence. Rəngi tam candakı kimi deyil. Uşaqlar nə hiss edə bilərsiniz. Belə solğunlu deyil. Hissələri falan da göstərim sizə. Rəng qatım. İşıq getdi. Bakın. İşıqlar getdi. Yəni təbii işıqda günəş getdi. Təhsilən bu gündə hava tutqundur.